Bu cür insanlar niyə məhkumluq həyatı yaşamalıdır? Niyə qatı cinayətkarla gedib eyni kamerada oturmalıdır? Binanın üstündən bir piyada özünü atsa da yenə də sürücü günahkar hesab olunur. Sükan arxasında kimdirsə təqsir onun boynunda olur. Bu yaxınlarda sürət həddinin yüksək olduğu yollardan birində, üstəlik gecənin qaranlığında sərxoş bir qadın qəflətən yola çıxır və bir taksi sürücüsü onu vurur. Üstəlik sonra xanımın üzərindən başqa bir yük maşını keçir. Təbii ki, piyada dünyasını dəyişir. Maraqlı məqam isə odur ki, qadının ailəsi taksi sürücüsündən müəyyən məbləğ alaraq onu bağışlayıblar. Lakin onun üzərindən keçən yük maşınının sürücüsü həbs oldu. Baxmayaraq ki, hadisə yerində yetəri qədər dəlillər və sübutlar var, həmin yük maşınının sürücüsünə 4 il 6 ay cəza verilir. Hər gün bu və buna bənzər piyadaların günahı ucbatından müxtəlif yol nəqliyyat hadisələri baş verir. Lakin nədənsə bu cür hadisələrdə 99% hallarda günahkar sürücü olur. Bugün məhz bu məsələnin səbəblərini araşdırmağa çalışacağım. Hələ mən bu təcrübəyə nəzər salaraq rast gəlməmişəm ki, hansısa bir piyada vurma hadisəsində məhkəmə yekun qərara gəlib desin ki, burada günah piyadanın olub, sürücü hər hansı bir məsuliyyət daşımır. Hansı iş məhkəməyə düşürsə, orada mütləq azadlıqdan məhrum etmə və yaxud da azadlığın məhdudlaşdırılması cəzası çıxmalıdır. Belə maddədə yazılıb ki, vəssalam, burada nəzərdə tutulur bu qədər həbs, bunu vermək lazımdır. Sən bunun bir arxa planını görmürsən axı. Bax, bu dayandığımız yerdə bir kişi gəldi, gözünün yaşını töydü, burada ağladı ki, Heydər Əliyev prospektində, Heydər Əliyev prospektində Asan Xidmətin qarşısında bir qadın, yaşlı qadın, yerüstü keçid olduğu halda keçidin altından keçir və maşınla onu vurub bu adam. Mən görüntülərə də baxdım ki, yəni bu əylət sistemindən necə lazımdır istifadə edir. Və məhkəmə buna 4 il azadlığın məhdudlaşdırılması cəzası verir. Nəzərə alıblar ki, bunun himayəsində azyaşlı uşaqları var, bacısı xəstədir, bu da hamısına tək başına baxır. Və prokurorluq götürüb protest verib ki, yox, buna 5 il, neçə ay azadlıqdan məhrum etmə cəzası verilməlidir. Orada hadisə baş verən, belə tutaq ki, bir hadisə baş verib. Nəzərə alaq, məsələn, sayaq ki, orada ölüm hadisəsi də oldu. Burada bir yol ekspertləri gəlir, bir dəyərləndirirmi və yaxud da kameralara baxırmı? O necə bir aydınlaşdırılır və niyə həmişə belə deyil? Yetərli sübut varsa da niyə məhkəmələr həmişə sürücünün Məhkəmə tibbi ekspertizası deyilən bir qurum var. Yeni Ədliyyə Naziri gələndən sonra mən bildiyim qədərilə o sistemi tamamilə yeniləməyə çalışdı. O köhnə yeyib qarın bağlamış ekspertləri çoxunu qorudu orada. Çünki şablon qərarlar verirdilər. Qardaş, bir ekspert nədir? Sən hadisə yerinə baxmalısan, müayinə eləməlisən, ölçməlisən. Vətəndaş ola bilsin ki, hadisə anında belə deyək də, bir affekt vəziyyətində olub, özündə deyil. İzahat verir ki, bəli, mən bu yolun bu tərəfindən gəlirdim, təxminən xəttin bu tərəfindəydim. Sən də götürüb ona uyğun rəy yazırsan. Amma sən kameraya baxanda görürsən ki, bu adam xəttin bu tərəfində deyildi, bu tərəfindəydi. Sən görüntüyə yox, onun dediyinə əsaslanırsan. Valla əsasən keçidlərdə də insanlar heç birisi, məsəl üçün, yol keçir, gözlənmirlər. Məsələn, bir-bir keçirlər. Ya və yaxud yol keçəndə əlində görsən telefonla keçir. Yola diqqət eləmir ki, sağa baxmır, sola baxmır. Hadisələrin çoxsu belə şeylərdən baş gəlir. Baş verir telefona, ancaq telefon fikirdən. Məsələn, o da sürücüdür. Məsələn, biri zəng gəlir, biri fikirli olur. Hər bir insan eyni deyil də. Məsəl üçün, hər bir problem var, evdən bir başqa problemlə çıxır. O qarşısında da o da yol keçir, deyir, yol bizimdir. Keçidi bilib, deyir, yəni mən keçə bilərəm buradan. Amma o şey elə ki, gözlənmir. Ən çox biz ölüm halları belə deyə yaşandıqda görürük ki, sürücünün burada belə lord ilə desə qurtuluşu olmur da. Yəni ölüm halı varsa, mütləq ki, burada bir cinayət işi açılır və bir az miqdarda da olsa, hətta bəraəti də olsa bu adama iş kəsilir. Bəzən olur ki, hətta sürücü qarşı tərəfin ailəsini tapır, onunla razılaşır, ailə şikayət eləmir, amma sürücü yenə iş alır. Burada məsələ belədir ki, ümumiyyətcə oturuşmuş praktika və o cümlədən oturuşmuş zehniyyət ondan ibarətdir ki, sürücü mütləq şəkildə qarşı tərəfin xərclərini qarşılamalıdır. Sürücü mütləq şəkildə dırnaq arasında özünü təqsirli bilməlidir. Bu əslində belə deyil.
sadəcə olaraq belə deyim də, mən hesab eləyirəm ki, burada məhkəmə avtotexniki ekspertləri yetərincə biliyə malik olmurlar. Bəzən onlar öz ixtisaslarından kənar suallara cavab verirlər. Məsəl üçün, müstəntiq sual qoyur ekspertin qarşısında ki, sürücünün burada təqsiri varmı deyə. Ekspert də ona, necə deyərlər, çox gözəl şəkildə cavab verir ki, bəli, sürücünün burada günahı var və yaxud da ki, təqsiri var. Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmə qərarı olmadan sən ona təqsirlisən, sən ona cinayətkarsan deyə bilməzsən. Bu da özlüyündə ona ehtiva eləyir ki, bəzən dahi istintaqı aparan orqanın əməkdaşı belə özü bilmədən artıq vətəndaşın təqsirsizlik prezumpsiyası hüququnu pozmuş olur. Sayaq ki, hər hansı bir piyada yolun nəzərdə tutulmayan hissəsindən keçdi və ya günün qaranlıq saatlarında yolu qaçaraq keçdi və yaxud da intihar məqsədi ilə özünü maşının altına atdı. Niyə bunun məsuliyyətini sürücülər daşımalıdır? Bununla bağlı uzun araşdırmadan sonra mənə aydın oldu ki, əslində qanunda hər hansı bir boşluq yoxdur. Həm sürücülər, həm də piyadalar eyni məsuliyyəti daşıyırlar. Lakin təcrübədə piyada məsuliyyətinə gedən məhkəmə və inzibati proseslər çox nadir görünür. Mənim praktikamda bir dəfə belə bir şey olmuşdu ki, vətəndaş heç özü də bilmədən anidən motosikletçinin qarşısına çıxmışdır və belə deyək də, motosikletçi saxlaya bilmədi, çünki hərəkətin asta-asta getdiyi axında anidən vətəndaş çıxır motosikletçinin qarşısına və belə deyək də, təhqiqat cinayət işini başlamadan o məsələdə piyadanın özünə piyada zolağı olmayan yerdən keçdiyinə görə piyadanın özünə inzibati protokol tərtib olundu və sürücü barəsində hər hansı bir araşdırma aparılmadı və bu məsələ piyadanın inzibati tənbih tədbiri ilə əlaqədar olaraq məsələ xitam olundu. Amma cinayət işlərində biz bunu görə bilmirik, çox təəssüf. Neçə ildir maşın sürürsünüz Bakıda? 2005-ci ildən. Ay maşallah. Təcrübədə bax belə görürük ki, belə deyək, bizdə piyadalarda qəribə bir rahatlıq yaranıb. Çünki 99% hallarda nəsə bir yol nəqliyyat hadisəsi baş verən, orada sürücü günahkar olur. Bax, indi siz 20 ildir maşın sürən yetəri qədər təcrübəli bir sürücüsünüz də. Yollarda bax, ümumiyyətlə qarşılaşırsınızmı bu hallarla? Qarşılaşıram. Mən elementar olaraq sizə bir misal çəkim. Təxmini bir 5-6 il bundan öncə 8 noyabrda, 8 mart günü idi. Bugünkü gün kimi xatırlayıram onu mən. Düz piyada keçidinin altında bir cavan oğlanı maşın vurmuşdu və həlak olmuşdu. Və buna necə haqq qazandırmaq olar? Mənə elə gəlir bir mənalı olaraq. Düz başının üstündə piyada keçidi, oradan keçmir. Orada sürətli yoldur, ona görə hadisə nəticəsində həlak olmuşdu. Buna necə haqq qazandırmaq olar? Bizdə bütün istiqamətlərdə sürücü günahkar hesab olunur. Misal üçün, bu yolu gedirik, binanın üstündən bir piyada özünü atsa da yenə də sürücü günahkar hesab olunur. Mən elə gəlir bu qanuna dəyişiklik olsa daha məqsədə uyğun ola bilər. Daha məqsədə uyğun ola bilər. Artıq piyadalar da özündə məsuliyyət hiss eləyər. Sükan arxasında kimdirsə təqsir onun boynunda olur. Bilmənalı şəkildə. Sürücünün ekspert rəyləri var orada. O rəyləri əgər sürücünün hadisənin qarşısını almaq üçün bütün tədbirlərdən istifadə etmişsə, deyək ki, şinlərin əyləciyi basma, tormozlanma izlərini asfaltdan götürdülər və doğrudan da sürücü tam bu əyləcidən istifadə edinmi? Mütəxəssislərin rəyindən sonra əgər sübut olunsa ki, sürücünün burada hər hansı bir günahı yoxdur, təbii ki, sürücü bəraət alır. Bizdə belə faktor var. Belə bir təcrübə varmı bizdə? Niyə yoxdur? Əlbəttə var bizdə. Təcrübənizdən soruşmaq istəyirəm ki, bax özünüzün və yaxud da bir yaxınınızın başına gələn bu tipli bir yol hadisəsi var və yaxud da nə qarşılaşırsınızmı gündəlik belə şeylərlə? Bəli, mən hadisə məsəl üçün öz yaxın yeznəmdə olub məsələn bu hadisə bizə baş vermişdi. Əslində orada peşəxod da yox idi, piyada keçid də yox idi. Ani momentdə məsəl üçün maşın qarşısına çıxdı, hadisə yarandı, məsəl üçün zərər çəkən öldü. Yəni amma yenə də iş kəsildi. Məsələn, heç şeyə nəzər sürət yox idi, iskili döl idi. Məsələn, normal işə getdiyimiz yerdə idi. Qəfil ani momentdə yarandı. Məsələn, icbari iş də verildi, iş uzandı. Məsələn, hadisə oldu bədbəxtçilik.
Məsələn, itirən biz olduq, ziyan çəkən də biz olduq. Qanunda bununla bağlı heç bir maddə yoxdurmu ki, piyada ucbatından 2 dənə maşın bir-birinə vurdu, burada nəsə bir məsuliyyət daşısın? Bu yol hərəkəti haqqında qanunda bunlar qeyd olunur. Biri var başqa deməli cinayət prosessual məcəlləsi, o ayrı bir məcəllədir. Amma burada yol hərəkəti haqqında qanunda da piyadanın üzərinə elə yeni məsuliyyətlər qoyulmalıdır ki, piyada bunu dərk etsin ki, onun ucbatından o cinayət məsuliyyətinə cəlb edilə bilər. Yəni, onun cəriməsi o qədər azdır ki, 20 manat, 40 manat, ümumiyyətlə bir çox hallarda heç o piyada cərimə də olunmur. Ola bilər ki, sonra bu piyadadan bu cəriməni almaq mexanizmi də bir qədər çətindir, bu da maneə törədir. Bu məsələ haqqında da düşünməyinə dəyər. Məsələn, piyada qaydanı pozursa, magistral yolda 8 zolaqlı bir yolu sutkanın qaranlıq saatında yolu keçirsə, burada müəyyən problemlər yaradırsa, həm özünə, həm sürücülərə, ümumiyyətlə yol hərəkəti iştirakçılarına, bu zaman o 20 manatdan 40 manata qədər cərimə oluna bilər və yaxud da ki, cərimə olunmaya da bilər. Niyə cərimə olunmaya bilər? Çünki onun üstündə bir sənədi yoxdursa, cərimə prosesi bir qədər gəlizləşə bilir. Dövlət Yol Polisinin yol patrul xidməti əməkdaşı onunla xüsusi bir iş aparması, onu şöbəyə aparması bu prosedurdur. Amma sürücünün sürücülük vəsiqəsi var, dövlət nömrə nişanı var. Onu tapmaqda, müəyyən etməkdə, cərimələnməkdə, cəriməni ondan almaq da mexanizmləri mövcuddur, çox sadədir. Piyadanı cərimələmək və sonra piyadadan o cəriməni almaq mexanizmləri bir qədər zəifdir. Bu mexanizmi gücləndirmək lazımdır. Piyadalar üzərinə ayrıca bir məsuliyyət qoymaq lazımdır. Lakin bununla yanaşı piyadaların sərbəst hərəkətini təmin etmək lazımdır. Biz piyadaların sərbəst hərəkətini təmin etməliyik və bundan sonra onlardan bu qaydalara əməl etməyi də tələb etməliyik. Gündəlik ümumiyyətlə siz qarşılaşırsınız bu cür hallarla? Bəli, mən bunu bütün vətəndaşlara şamil eləmirəm. Yəni ona əməl edən insanlar da var, ancaq əməl eləməyən insanlar da var. Piyadalarda yəni diqqətsizlik var, rahatçılıq var, bəli. Məsəl üçün, mən özüm yaşayıram Bayraq meydanı yanında, orada yeraltı keçisi var. Deyərdim ki, çox insan bəzən ondan istifadə eləmir. Yəni, özünü əziyyətə vermək istəmir. Ancaq istəsə oradan rahatçılıqla keçə bilər. Ancaq yolun üstündən keçir, orada da sürətlə gedir maşınlar. Orada da qəza olur, nə bilim, rəhmətə gedən olur piyadalardan. Sonraki peşmançılıq da ki, fayda vermir. Piyadalara biraz sərt şəkildə, yəni cərimə mi deyim və yaxud nəysə, belə şeylər olmalıdır ki, bunlara riayət eləsinlər. Bax, belə bir söz deyim. Mən yenə deyirəm, Dövlət Bayraq meydanında orada keçidlər var. Əgər oradan üstdən keçən bir vətəndaşa 500 manat cərimə yazsalar bir dəfə, o heç vaxt o üstdən keçməyəcək. O yer altından istifadə edəcək hər zaman. Bugün heç nədən məhkumluq həyatı yaşayan nə qədər insanlar var ki, hansı ki, onlar elm adamı da var içində, ziyalı da var içində, gələcəyin nə bilim parlaq bir siması da var içində. Sadəcə bugün maddi və mənəvi psixoloji gərginliyin içində o adam batır. Birincisi, həm özünü günahkar hiss edir. İstənilən halda normal, vicdanlı insan adam öldürdüyünə görə illərlə bu psixoloji vəziyyətdən çıxa bilmir. Durduq yerə də, yəni durduq yerə də, yəni bu adama psixoloji yardım göstərməkdən, onu o vəziyyətdən çıxartmaqdan, üstəlik hələ onun boynuna bir dənə də məhkumluq qoyuruq ki, sən bitdin, sən ölməlisən, sən sağ qala bilməzsən. Gələcəkdə hüquq mühafizə orqanlarında irəli gedəcəkdin, işə düzələcəkdin. Sənə görə məni indi orada götürmürlər ki, sənin həyatın şəxsində məhkumluq yazılıb. Mənim oğlum yaxşı hərbiçi olacaqdı, yaxşı gömrük işçisi olacaqdı, yaxşı təhlükəsizlik sahəsində xidmət göstərəcək bir zabit ola bilərdi. Bəlkə gələcəyin generalı ola bilərdi. İndi mən bunu heç yana işə qoya bilmirəm. Ya deyirlər ki, sənin atanın məhkumluğu var. Ata da bir məsuliyyətsizə görə, bir avaraya görə məhkumluq həyatı yaşayır. Bəs belə olarmı? Bu nə dərəcədə ədalətlidir? Bu insanların həyatını niyə qaraldaq? Bu cür insanlar niyə məhkumluq həyatı yaşamalıdır? Niyə qatı cinayətkarla gedib eyni kamerada oturmalıdır?